La vaxtı və salatu və salamu alə məllə nəbiyyə bədə əmmə bəd. Sonra müəllif rahiməhullah, rəhmətən vasiyə buyurur ki, bəbu mə cəə fi tatayyur. Yəni müəllif rahiməhullah, yəni tatayyurun barədə deyir, nə gəlib ona da. Tatayyur yəni nədənsə təsirlənmək. Məsələn, quşun uçmağına və ya məsələn, kimisə gördüm və ya kimsə mənə pis baxdı, mən fikrimi dəyişirəm, yolumu dəyişirəm, nəyisə eləyirəm və ya nəyisə eləməmək, nəyisə təsirlə başqa. Hansı ki, Allah Taalanın qəza qədərinə təbii ki, müxalifdir bu. Pişik keçməyi və s. Aydındır, bu növləri çoxdur. Növləri çoxdur. Eləsi var ki, heyvanlarla tatayyur, yəni təsirlənir, öz işin edib-etməməyin onu həll eləyir. Eləsi var səbirlə, əl qaşımaqla, qaşımamaqla. Sonra məsələn, eləsi var zamanla. Aydındır. Eləsi var məkanla. Və ya səfər ayı ağırdır məsəl. Yaxşı. Yəni, söhbət bundandır. Təbii ki, müəllif rahimullah bunu necə görürsünüz ki, sehir bablarından sonra gətirir. Yəni, müəllif burada demək istəyir ki, məcə fit tatayyur. Yəni, bu barədə nə gəlib ki, hansı ki, şirk olan növü. Çünki tatayyur, yəni kim bu cür etiqad şirkdir. Kiçik şirkdir. Kiçik şirkdir. Amma etiqad eləsə ki, bu müstəqildir təsirdə, onda böyük şirk olacaq. Aydındır. Təbii ki, bu şirkin növlərindən də ona görə müəllif rahimullah burada gətirir və həmçinin bildirmək istəyir ki, sehrin növlərindəndir. Bu da sehrin növlərindəndir. Yəni, müəllif rahimullah və həmçinin şirkin növlərindəndir. Düzdür, kiçik şirk olsa da ən birinci, lakin böyük şirk ola bilər. Bu da şəxsin halına aiddir. Yaxşı, qardaşlar, aydındır. Bu onu bizi göstərir ki, bir əməl ola bilər, kiçik şirk olsun, ola bilər böyük. Yəni, biz hökm açan verməliyik biləndən sonra, dəqiq. Dəqiq biləndən sonra. Yaxşı, deməli, burada müəllif rahimullah 2 ayə ilə başlayır birinci. Əraf surəsi 131. Və birinci ayə bildirir ki, Allah subhanətlə buyurur ki, Ələ innəmə tairuhum indallahi və ləkinnə əksərəhum lə ya'ləmun. Bir dənə tərcümə oxusun. Bu ayə Musa aleyhissalam və qövminlə bir yerdə olanda nazil olmuşdu. Onlar Musa'ya dedilər ki, elə ki, yaxşı olurdu, onlara deyirdilər Allahdandır, aleyhissalam. Onlar deyirdilər Allahdandır. Elə ki, pis şey olanda nəsə, deyirdilər Musa, sən səbəb. Aydındır, sən səbəb. Ona görə Allah Taala bu ayəni nazil edir. Bir dənə oxusun, qardaş, tərcüməyə qulaq asaq. Onlara bir yaxşılıq üz verəndə bu bizə məxsusdur deyirdilər. Onlara bir pislik üz verdikdə isə Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Yəni, sən bizirsən, ona görə uğursuzluqdur. Əslində onların uğursuzluğu Allah yanındadır. Lakin onların çoxu bunu bilmir. Əslində onların uğursuzluğu Allah yanındadır. Lakin onların çoxsu nədir? Bilmir. Onu göstərir ki, cahil idilər. Ona görə cahillik böyük təhlükədir insan üçün. Cahil olanda insan bilmir nə deyir, bilmir necə etiqad edir. Aydın qardaşlar, və cahil adam həmişə küfrə və şirkə yaxın olur. Küfrə, şirkə yaxın olur. Xilas nədir? Elm. Necə ki, şirkdən xilas nədir? Tohid. Tohid nə qədər möhkəmləndi, o qədər şirkdən uzaqlaşacaqsan. Tohid nə qədər zəif oldu, şirkə yaxın olacaqsan. Deməli, bu ayədə Allah Subhanahu taala bildirir ki, bizə öyrədir ki, hər şey Allahdandır. Kimisə, deməyin, kiməsə görə oldu. Yox, Allah eləyir, Allahın qəza qədərin oldu. Allah Taala bizi burada öyrədir və görsənir ki, həmçinin ayədən ki, bu məsələ nədənsə görmək, nəyinsə görmək ki, ona görə oldu və s. Bu, yəni, İslamdan qabaq da bu əqidə var idi. Pişik və s. o əqidələr var idi, İslamdan qabaq da, yəni, nədəsə təsiri. Ona görə, və bunu edənlər Peyğəmbərlərin düşmənlərin sifətidir.
Peyğəmbərlərin düşməni Şeyx Fovzan deyir. Hafizallah, Peyğəmbərlərin düşmənin sifətidir və müşriklərin sifətlərindəndir, adətlərindən bu əqidə. Bu onu göstərir ki, bu cür əqidədə etiqad eləmək olmaz, xüsusən də nə ki etiqad, hətta fikirləşmək onu. Əgər bir şey şirkdirsə, ona aparan yollar da olmaz. Aydındır, necə ki haramdırsa bir şey, ona aparan yollar da haramdır. Necə ki şirkdir, ona aparan yollar da aydındır, şirkə yoldur, şirkə səbəbdir. Yaxşı. Sonra müəllif rahimullah burada Yasin surəsi, məşhur Yasin surəsini gətirib. Deməli, bəzilərində 19-cu ayə. O Yasin surəsində də belə bir ayə var, məhz bu barədə. 19. Elçilər dedilər, sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd nəsiyyəti, bəd əlaməti sayırsınız, doğrusu siz həddi aşmış bir millətsiniz. Yəni, bu ayə təbii ki, əvvəlki ayə zidd deyil. Burada Yasin surəsində o peyğəmbərlər ki, gəlmişdilər kənd əhlinə. Çünki Yasin surəsinin əvvəlində danışır ki, peyğəmbərlər yollayır bir qövmə. Yəni, o kənd əhli də dedi ki, biz sizinlə şeyləyirik. Yəni, istəyirsən, gəl əvvəldən oxuyaq. Oxu, 18-dən oxu, 18-dən. Hətta aydın olsun, qardaşlar. Onlar nə deyirlər, kənd əhli? Onlar dedilər, kənd əhli. Biz sizdə bəd əlamət gördük. Yəni, peyğəmbərlərin gəlişinə, peyğəmbərlərə deyirlər. Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymazsanız, sizi mütləq daşqalaq edəcəyik. Hədəliyirlər peyğəmbərləri. Və bizdən sizə mütləq ağırlı, acılı bir əzab toxunacaqdır. İndi 19 oxuyur. Elçilər dedilər, sizin uğursuzluğunuz öz ucbatınızdandır. Yəni, öz günahlarımızdandır. Yəni, biz deyilik. Günahlarımıza görə Allah Taala belə eləyib. Hər şey Allahdandır. Aydındır, bizə görə deyil. Sadəcə nə baş verib, sizin günahlarınızdandır. Bu onu göstərir ki, bəla, günah. Səbəb nədir? Günah. Məgər sizə edilən öyüd nəsiyyəti bəd əlaməti sayırsınız? Yəni, Peyğəmbərlər deyir ki, sizə öyüd nəsiyyət eləmişik. Siz bunu bəd əlamət kimi hesab edirsiniz. Aydındır, əksinə Peyğəmbərlər deyirlər ki, bizim yəni, gəlişimizə görə deyil. Biz əksinə sizə öyüd nəsiyyət eləməyə gəldik, xeyr istəməyə gəldik. Biz səbəb olmadıq. Səbəb özünüzsünüz o günahlarınıza görə. Və ona görə Şeyx Fovzan da rahimehullah, Hafizullah, yəni bildirir ki, bu ayədən, xüsusən 2 ayədən faydalardan deyir ki, bu cür əqidə cahillik dövrünün əqidəsindəndir, cahillər, müşriklərin əqidəsindəndir və həmçinin ayədə göstərir ki, qəza qədərə iman gətirməyin isbatı. Yəni, hər şey Allahdandır. Nə baş verir? Allahdandır. Və həmçinin Şeyx buyurur ki, Hafizullah, bəlalar insanların günahlarını görədir. Günahların səbəbindən. Və həmçinin faydalardan buyurur ki, birinci ayda xüsusən cahilliyi pisləyir, cahillik pislənir. Həmçinin ikinci ayədə isə Şeyx buyurur ki, rahimullah, nəsiyyəti qəbul eləmək vacibdir. Nəsiyyəti qəbul eləmək barədə. Aydındır? Çünki nəsiyyəti qəbul eləməmək də həmçinin bəlaya düşməkdir. Peyğəmbərlər onlara nə eləmişlər? Nəsiyyət verirdilər. Lakin onlar qəbul eləmədilər, ona görə yəni bəlalı döçar oldular. Həmçinin şeyx buyurur ki, Hafizullah, Peyğəmbərlərdən nə gəlib, ancaq xeyr və bərəkətdir. Sadəcə buna nail olur, kim onları tabi olsa. Və sonra müəllif rahimehullah Əbu Hureyra rivayətini gətirir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əbu Hureyra radiyallahu anhu, ənə Rasulullah sallallahu aleyhi ve sellem qal, la adva və la tiyarata və la həmmətə və la səfar. Əxrəcə və zadə muslim və la nəvə və lağulə. Və lağul. Əbu Hureyra rivayəti deyir ki, məşhur hədisdir. La adva. Yəni, özündə heç nə bir təsirli edici yoxdur. Hansısa bir xəstəlik təsir edici deyil özlüyündə.
Hər şey Allah Taala'nın izni iləndir. Çünki müşriklər, onlar müstəqil təsir görürdülər hansı məxluqda. Müstəqil. Allahı görmürdülər. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, lə ədva. Yəni, heç nə özü özlüyündə təsir etmir. Allahın izni olmasa. Onlar öylədir. Yoxsa təsir edən var. Təsir edib, xəstəlik keçə bilər. Bu, heç də mütləq təsiri inkar etmək deyil. Sadəcə müşriklər, onlar Allahdan görmürdülər, məhz xəstəliyin özündən görürdülər. Adam var, məsələn, xəstəlik keçə bilər, adam var, keçmir xəstəlik. Oturursa xəstəlik yanında keçmir, adam var, keçir. Aydındır, yəni xəstəlik var. Amma başqa hədislər var ki, insan özünü qorumalıdır keçici xəstəlikdən. Hətta gəlib bəzi rivayətlərdir ki, bəs şirdən qaçan kimi qaçın. Bu, heç də xəstəliyin keçici olmağını inkar deyil. Aydındır, sadəcə belə deyilib, müşriklər, onlar etiqad edirdilər ki, özlüyündə xəstəlik keçicidir. Yox, Allahın izni olması keçməz. Adam otura bilər, keçici xəstəlik ki, xəstələnməz. Və sonra buyurur ki, vələ tiyarata. Tiyarada o müşriklər ümumiyyətlə bir yana ki, səfərə çıxanda bu quşdur. Quş atırdılar, əgər sağa getsə, gedirdilər, solu getsə, gedmirdilər. Və ya məsələn, cürbəcür yollar idi. Məsələn, quş kimin evində otururdu, məsələn, bayquşlar və ya başqa quşlar. Deyir də, evdə ölüm olacaq. Belə etiqadlar var idi. İndi də var. İndi də var. Sonra buyurur ki, vələ həmmətə, həmçinin o da, yəni quşun bir növüdür, müəyyən bir quşdur. O da deyirlər, o quş kimin evində otursa öləcək. Sonra, vələ səfər. Yəni, burada səfər deyir, ki, ay. Səfər ayı. Yəni, bildirmək istəyir ki, vələ səfər. Əleyhissalam. Yəni, səfər ayı ağır deyil. Müşriklər səfər ayında səfər eləməzdilər, müəyyən işdən evlənməzdilər. Aydınlı qardaşlar. İndi də var. Səfərə çıxmaz. İndi də var. Bu əqidə qalıb, qardaşlar. Əqidə qalıb. Düzdür, indi biraz fərqlənir. Yəni, bunlar düzdür, Allahdan görürlər təsir əsas, lakin görürlər, nəsə görürlər, qəlblərində nəsə var. Yəni, bu hədis, Şeyx Necə Fovzan da, Allah buyurur şərhində, yəni faydalardan, deyir ki, bu hədis dəlildir ki, insan şirkdən və şirki apalan yollardan çəkinməlidir. Belə şeylərə inanmaq olmaz. Və sonra buyurur ki, vələ nəvə. Nəvə ulduzlardır, hansı ki, inşallah gələn fəsillərdə gələcək, inşallah ayrıca geniş danışarıq o barədə. Yəni, ulduzların təsiri. Vələ, sonra buyurur ki, vələğul.Ğul da bir cin şeytanların növlərindən, adlarından biridir. Yəni, səfərə çıxanda qorxurdular ondan. Yəni, ondan da qorxmaq lazım deyil. Aydın qardaşlar. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem bu əqidəni batil eləmək üçün bəzi insanlarda yəni bu cür tərbiyələndirir. Fikir verirsə, həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem əsas yəni dəvəti yəni belə şeylər idi. Xüsusən cəmiyyətində nə əsas problem var idi, əsas onun üzərində çalışırdı. Həmçinin bu da dəvətçi üçün mühümdür. Dəvətçi adam üçün mühümdür. Cəmiyyətdə hansı məsələ problemdir, əsas o məsələləri cahillərə yəni təlimdə istifadə eləməlisən. Sonra buyurur ki, وَلَهُمَ أَنَا أَنِسْ قال رسول الله صلى الله عليه وسلم لا عدوى ولا طيرة ويعجبني الفأل وقال وما الفأل قال الكلمة الطيبة. Sonra Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, la ədva bildiniz nədir? Nəsə özlüyündə müstəqil təsir edici deyil, hansı bir xəstəlik. Və la tiyarata, həmsə quş söhbəti, sağa getsə gedir, sola getsə gedmir, o da düzgün hələ şey deyil. Və ucubni fəl, yəni mənə təəccübləndirir fəl. Fəl soruşdular ki, bəs ya Rasulallah, bəs fəl nədir? Dedi ki, yəni məni sevindirir fəl. Dedi ki, fəl nədir? Fəl, falda öyle ha. Fəl. Yəni, həmzə ilə, sükunla. Dedilər, fəl nədir? Dedi ki, kəlimətü tayyibə. Gözəl kəlimə. Peyğəmbər sallallahu aleyhi ve sellem gözəl kəliməni tiyaradan saymadı, yəni təsir edicidən. Yəni, müşriklərin əqidəsindən saymadı. Adamı təsir eləyə bilər kəlimə, elə deyil. Kəlimə təsir eləyə bilər. Ona görə adam, məsələn, tutaq ki, xəstədir, deyirsən ki, sən sağlamsan, belə sən sevindirirsən onu, görürsən düzəlir. Yəni, təsir eləyir. Yəni, Peyğəmbər salsan bunu caiz görüb.
Yəni, təsir edici sözlər demək, yaxşı sözlər. Kəlimə tayyibə, gözəl söz. Və sonra buyurur ki, وَلِ أَبِي دَاوُدْ بِسَنَدِ الصَّحِيَّ عَنِ عُقْبَ بن عامر قال ذكرت الطيرة عند رسول الله صلى الله عليه وسلم قال أحسنها الفأل ولا ترد مسلما فإذا رأى أحدكم ما يكره فليقول اللهم لا يأتي بالحسنات إلا أنت ولا يدفع السيئات إلا أنت ولا حول ولا قوة إلا بك. Sonra Abu Davud rivayətini gətirib oxuyun İmam Amirdən. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, deyir, tiyara barədə soruşdular, o quş barədə, təsir edici barədə. Burada nə ki quş, burada pişik də ola bilər. Necə ki pişik var idi, pişik keçəndə özü qara, insanların çoxsu deyirlər, hə, bu yoldan gedməyim zat. Və ya başqa heyvan ola bilər. Bir dənə quş, sadəcə quş nə üçün qeyd olunur? Müşriklər əsasən quşları görürdülər bunu. Hə, yəni çoxlu tərəfdən. Sonra dedi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, əhsən haffar. Yəni, əgər nəsə təsir edici varsa belə, əhsən, ən yaxşısı faldır. Və la taruddu muslimən fəidə ahadukum ma yukra. Yəni, sizdən və la taruddu muslimən. Peyğəmbər sallallahu buyurur ki, lakin müsəlmanı hansısa təsir edici qabağını almamalıdır. Yəni, əgər pişik keçdi, heyvan keçdi, o sənin qabağı almasın. Yəni, hədisin mənası elədir ki, yəni kafirə təsir eləyər bu. Kafir bunu davam eləyər. Amma müslim, kafir bunu gedməz, edər. Amma müsəlman isə bunun vecini almaz. Qara pişik keçsə də, quşsa daha tərəfə gedəcək. Düzdür, hədisin mənası o demək deyil ki, bunu etsə birdən kimsə, bu müslim deyil. Aydındır, çünki biz dedik ki, tiyara kiçik şikdir. Kiçik şikdir, kiçik şik dindən çıxadmır, necə bilirsiniz? Sonra buyurur ki, فَإِذَا رَاهَ أَحَدُكُمْ مَا يُكْرَى. Əgər sizin nəsə qəlbinizdə olsa nəsə, xoşa gəlməz şey, gələ bilər hamısında. İndi qabaqda gələcək İbn Məsuddan ki, elə bir kəs yoxdur ki, onun qəlbinə gəlməsin. Lakin Allah təvəkkül aparır. Allah təvəkkül aparır. Ona görə deyir ki, Peyğəmbər salsın bizə öyrədir ki, əgər birdən nəsə qəlbə gəlsə, bu duanı ilə. Allahümmə lə yəti bil həsənəti illə ənd. Yəni, nə gəlir, nə yaxşı iş gəlir, ancaq səndəndir. Və lə yədfə seyyəti illə ənd. Yəni, şəri də hansısa bir pis şey gəlsə də onun qabağını alan ancaq sənsən. Yəni, o şey sənindədir. Və lə havlə və quvvətə illə bik. Yəni, sən qüvvət, qüdrət sahibisən, səndən başqa heç kəsdə yoxdur. Yalnız sənsən. Aydındır, əgər kimin qəlbinə gəlsən. Və bu onu göstərir ki, hədisdə həmçinin qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem bir şey deyəndə onun əlacını da deyib. Fikir versən, həm qorxuzda hədisdə, həm rəğbətləndirdi. Həm yaxşısını dedi, həm caiz növün dedi, həm caiz olmayan növün dedi və həm də birdən nəsə olsa çıxış yolunu dedi. Çıxış yolunu dedi. Bu da göstərir Peyğəmbər sana hikmət sahibin olmağı. Bax, sən dəvətçi də belə olmalıdır. Dəvət iki hissədən ibarətdir, qardaşlar. Tərğib, bir də tərhib. Rəğbətləndirmək, bir də qorxuzmaq. Adam var, ancaq qorxuzur. Adam var, ancaq rəğbətləndirir. Hər ikisi olmalıdır. Aydın da hər ikisi olmalıdır. Məsələn, əzabdan danışanda Allahın rəhmətindən də danış. Allahın rəhməti nə gəlib? Qəzəbin nə inib? Üstəliyib. Allahın rəhməti böyükdir. 100 növ rəhmətindən birini verib, Adəmdən ta qiyamətəcən bütün məxluqatın arasında bölüb 99-ondadır, yanındadır. Yəni, Allah-u Teala Rəhmən Rahimdir. Ona görə xavariclər rəhmət ayələrini götürməyiblər. Ancaq o ayələr götürürlər ki, məsələn, cəhənnəmlə vəd olunub və s. vəid ayələrini. Murciyələr isə rəhmət ayələrini götürürlər, vəid ayələrini götürməyiblər. Əhl-i-Sünnə ortadadır. Və hər ikisi də düzgün istifadə etmədiyinə görə nə olub? Şişməyə gedib, şişirtməyə, quluvva, ifrata varıb və nəticədə şəriətin bir hissəsini inkar ediblər. Məsələn, xavariclər o da şişirdiblər, şəfaəti inkar ediblər.
Ona görə xavariclər şəfaət hədisi yəni qəbul eləmir. Yəni şübhə edirlər şəfaət hədislərində. Ona görə Müslimdə 6 nəfər gəlirlər, xavariclər gəlirlər həccə öldürməyə müsəlmanları. Yollar keçir Mədinədən. Gəlirlər məhcidə, görürlər sahabələrdən biri ətrafında adamdır, soru-sualdır, ya dərs keçir. Və elə də vaxtı gəlib çatırlar ki, söhbət şəfaətdən gedir. Sahabi deyir, deyək gəlir ki, Cabir ibn Abdullah radiyallahu anhuma. Sahabi deyir, bunlar qalıb baxırlar bir-birlərinə. Bunlar şəfaəti inkar edirlər axı. Gedirlər, indi gecələməyə, aralarında mübahisə düşür. 6 nəfərdən 5-i dönür. Deyir ki, ola bilməz ki, sahabi yalan danışsın. O da deyir, axı, deyir, Peyğəmbər sallasını eşitdim. Deyir, ola bilməz yalan danışsın. Lakin biri o qatılardan o finişdə, onlar da cürbəcürdür. Yəni, o dönmür, gedir Məkkəyə də orada öldürür. Bir neçə də müsəlman öldürür həcdə. Düzdür, tutub öldürürlər sonra onu. Yəni, demək istəyirəm ki, dəvət 2 hissədən ibarət olmalıdır, qardaşlar. Şeydən danışanda, məsələn, adi namaz qılma, namaz məsələsində də, təbii ki, biz dəvət mərhələsindəyik, dəvət mərhələsində və dəvətləndirməli, dəvətə çağırırıq. Dəvətə çağıranda olsa qorxusma olmaz. Elə bir ki, həkimsən, yaba xəstə girib. Elə bir ki, həkim də otaqdan girən kimi düşmür ki, üstü, gəl oturur da, neynəmsin, üç xəstələmdir, zat belə. Hələ demir, gəl deyir, əksinə yaxşı münasibət. Birinci öyrənir. Ne üçün öyrənir? Düzgün dərman yazmağa. Düzgün dərman yazmağa. Ona görə mütləq, qardaşlar, yəni belə şeyə fikir verin. Ən birinci dəvət başlayır münasibətdən, gözəl münasibət. Aydındır, münasibət. Çünki çox adam, biz görürük ki, münasibət olmadığına görə onlar başqa cür başa düşüblər. Nəinki cahillər, nəinki cahillər. Bəli, cahillər münasibət yox idi. Ona görə onlar qıraqda baxırlar, həm də televizor göstərirlər. Belə, müsəlmanlar belə eləyir, belə eləyir. Bu qorxur. Özünə asıl olmayıraq. Lakin münasibət olanda fikir tamamən dəyişir. Ona görə İbn Məsudin radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu mərfuən Ət-tiyaratu şirkun və mə minnə illə və ləkinnəllah yudhibu təvəkkül. Yəni İbn Məsud radiyallahu anhu deyir ki, radiyallahu anhuma, bəs tiyara şirkdir, yəni bu cür etiqad, bu cür fikir şirkdir. Yəni burada söhbət göstərir ki, yəni şirkin növlərindəndir. Neçə dəfə deyir, şirkdir, bu cür etiqad şirkdir. Ona görə pişikdir, başqa heyvanlardır, quşdur, zaddır, olanda qorxma. Çayın içində nəsə oldu, nəsə fikirləşmə. Qonağa gələcək zad. Qaşıq düşdü, qorxma. Nə bilim, nə oldu? Bunlar hamısı səfər ayında toylə, ağır deyil, yüngüldür, o birisi aylar kimidir. Cəmaat, o da şey saymaq olar, bu əqidə gəzir cəmaatın arasında. Lakin İbn Məsud gör nə deyir? Şirk deyəndən sonra deyir, elimiz yoxdur ki, nəsə qəlbi nərdən gəlməsin. Lakin deyir, Allah Taala aparır təvəkküllə. Allah təvəkkül. Aydın qardaşlar, Əbu Davud və Tirmizi və başqaları. Burada Şeyx Hüseymin də, Həfidəllah, daha doğrusu Rahiməhullah, burada gətirir bir qayda ki, İnnə kulli insanın i'təmədə alə səbəbin ləm yəcəaluhu şər səbəbən fə innəhu müşrik şirkən asğar. Hər bir səbəb, bir adam hər bir səbəb götürsə, o səbəbi şəriət səbəb görməyibsə, o kiçik şirkdir. Yəni şirk başlayır kiçikdən sonra böyüyür. Aydındır. Biz görürük ki, böyük şirkə səbəb nədir? Kiçik şirk. Şirk kiçik aparır. Kiçiklər aparır. Necə günahı da kiçik günahlar aparır. Ona görə ki, şeyx də buyurur ki, hər bir insan əgər şəriət bir şeyi səbəb görməyibsə, onu səbəb tutsa, kiçik şirkə daxil olacaq. Yəni, sən səbəb görsən neysə təsirdə, şəriət onu görməyibsə təsir, artıq kiçik şirkdir. Lakin şeyx deyir ki, rahiməhullah, lakin əgər etiqad eləsə,
yəni Allahın təsiri deyil, müstəqil. Məsələn, pişik təsir eləsə ki, yox, alınmayacaq, dəqiq pişik keçdiyimə görə qəza qədərə iman gətirməsə, o artıq böyük şirkdir. Aydındır? Çünki Allah şərik qoşdu. Yaxşı, sonra buyurur ki, Əhməd İbn Amr'dan rivayət edir ki, mən raddəthu ət-tiyaratu an hacətihi fəqad əşrak. Kimi nəsə geriyə salsa, hansısa səbəb, şəriət görmədiyi səbəb geriyə çəkindirsə, qaytarsa, o artıq şirk eləyib. Yəni, əgər, məsələn, pişik səni qaytarsa geriyə, o artıq şirkdir. Quş səni nəyisə saxlasa, o artıq şirkdir. Aydın qardaşlar, bunlar belə səbəb olmaz. Askırmaq, məsələn, bir dənə, ya iki dənə, ya üç dənə səni saxlasa nədənsə və ya etməyə səbəb getsən, şirkdir. Sən Allaha təvəkküllə. Aydındır, Allaha təvəkküllə. Təbii ki, o deyil, səbəblər, o ümumi səbəblərə bax ki, sən bilirsən ki, bu artıq aydın zərərdir. Nəysə, pişiyə zada görə, quşa zada görə yox. Aydındır. Və sonra buyurur ki, qalu fəmə kəffaratu zəlik. Soruşdular ki, bunun kəffarəsi nədir? Əgər belə şey olsa, əgər bir daha heyvana görə mən nəysə qayıtdım. Dedi ki, deyin ki, Allahumə la xeyrə illə xeyruk və la tayrə illə tayruk və la iləhə xeyruk. Yəni, bu zikri deyirsən. Və burada da bildirirsən ki, hər şey, ya Rəbb, səndəndir də. Nə xeyr varsa səndən gəlir və s. Qeyrisindən yox. Və sonra burada Şeyh Hüseymin deyir ki, rahiməhullah, ey şirkən əkbar in etəqdə ənə hədən mütəşaim bihi yəf'alu və yəhdüsü şər bi nəfsihi. Böyük şirk olacaq, əgər o etiqad eləsə ki, o müstəqil özündə nəsə xeyr və zərər verir. Allahdan görməsə. Və in etəqdə səbəbən fəqat fəvva əsxar. Əgər səbəb kimi görsə, lakin desə ki, etiqadı budur ki, hər şey Allahdandır. Lakin onu səbəb görsə, kiçik şirkdir. Kiçik şirkdir. Hətta səbəb görmək də şirkdir, lakin düzdür, kiçik olsa. O səbəb görmək olmaz. Ne üçün? Şəriət səbəb görməyib ona. Əksinə, şəriət onu müxalif görüb. Və sonra müəllif yenə burada Fadıl ibn Abbasın rivayətini gətirir. İnnəmə diyaratu mə əmdaka o raddək. Yəni, belə şeylər şəriət səbəb görməyibsə, əgər görməyənlər, əgər nə vaxt şirk olur, səni saxlasa, səbəb görüb onu saxlasın, nəyisə etməkdə və ya etsin. Onu səbəb götürsün, şirk olur. Deməli, biz bildik ki, bu rivayət düzdür, lap zəif olsa da, lakin mənası düzdür. Əslində, tıyara, yəni bu cür etiqad, bu cür fikir, əgər səni səbəb olsa ki, bunu edəsən və ya səbəb olsa ki, bunu etməyəsən, baş şirk onda olur. İndi fərqlənir. Kiçik də ola bilər, böyük də ola bilər. Əslində, Allaha təvəkküllə qorxma yenə pişikdən zaddan, deməli, rahat ol. Bu onu göstərir ki, sağlam əqidə həmçin rahatçılıqdır, qardaşlar, daxilən. Daxilən həm azadlıqdır, daxilən insan azad olur. Həmçində rahatçılıqdır. Amma düzgün əqidə olmayanda narahatdır adam. Hər şeydən çəkin, hər şeydən qorxur. Aydındır. Necə ki, məsələn, pulu çox olan hər şeydən qorxur. Rahat yata bilmir. Və ya vəzifədə olan, qorxur bu saat, ara deyib bu saat, dəyişəcək vəziyyət, bu saat, dəv oğrayıcı elə, bu saat, milyonlar necə olacaq, onun fikri çəkir. Qarışır başı, dəli olur, xəstə olur. Hə, həmçində, yəni əqidəsi zəif olan, hər şeydən qorxur. Hər şey nə oldu gedir, gedir pirə, gedir baxıcının yanına və s. gedir, nəsə istəyir ki, nəsə qabağını ala, nəsə nail ola və s. Amma, əlhamdülillah, sağlam əqidə, rahatdır, arxayındır. Aydındır, çünki etiqadı qəza qədərə iman gətirməkdir və hər şey bilir ki, Allah Taala əlindədir. Sadəcə şəriət icazə verdiyi səbəbləri götürür, götürürsən səbəbləri, amma şəriət görmədiyi səbəbləri, əksinə haram etdiyi səbəblərdən uzaq dayanır, əlhamdülillah rahatdır, qardaşlar. Ona görə bu yenə göstərir ki, düzgün əqidə
həmçinin rahatçılıqdır, daxilən. Və burada artıq müəllif rahimehullah məsələləri gətirir. O da ayələr toxundu və sonra dedi ki, adva inkar edilir, həmçinin tiyarata, həmmətə, quşun növlərindəndir. Sonra səfər ayı inkar edildi. Həmçinin fəal, icazə verilir, gözəl söz demək. Hətta müstəhəbdir. Şeyx buyurur, rahimehullah. Və sonra buyurur ki, həmçinin keçdi ki, fəal nədir, gözəl söz. Sonra bildirdi ki, ola bilər, hətta kiminsə qəlbinə gəlsə bir belə şey, necə onu aparmaq, Allah təvəkküllə və həmçinin öyrətdi ki, bizi birdən nəsə gəlsə qəlbə hansı duanı eləmək, həmçinin açıq aydın bildirdi ki, bu əməl şirkdir, bu cür etiqad şirkdir. Bu qədər. Bu qədər, qardaşlar. Sonra müəllif buyurur ki, babu məcəə fit tancim. Ulduzlar baxımında. Yəni, ulduzlar barədə nə gəlib? O, indi ulduzlar barədə. Çünki bu da belə əqidə var, indi də. Özünüz bilirsiniz ki, ən məşhur da şeydir. Ulduz falı. Yəni, elə bir qazet yoxdur ki, elə bir kanalı yoxdur ki, orada keçməsin. Aydındır. Elə bir kanal yoxdur. Və bunu əsasında cəmaat biri mənə deyir ki, bir qəzetdə işləyirdi, deyir, qoymadıq, deyir. Lakin sonra şikayətlər gəldi. Tələblər deyir ki, bəs nə üçün fal çıxmır, ulduz falı. Eləsi var ki, gündə hər gün baxır, onun da ayrıqları var axı. Ayrıqları var, hafta illik, sonra həftəlik. Allah, belə şeylər əqidə batildir, qardaşlar. Belə şeyə inanma olmaz. İnşallah o barədə gəlir. Yəni, müəllif rahimehullah fikir versəz, yəni şirkin indi təfsilatına varıb və hər bir növünə toxunur. Və xüsusən də öz cəmiyyətində əsas nə idi, nə etiqad edilirlər, onlara qeydilib. Hansı ki, bizim cəmiyyətdə də həmin şeylər var. Aydın, qardaşlar. Bu qədər Allah bilir düzün. İnşallah gələn dəstə o təncim babını götürərik.